Azad Azərbaycan Teleyayım şirkəti və TV Promo Media təqdim edir. Baş sponsor Berlin Alman mağazalar şəbəkəsi. Sponsor Volksport İdman Malları mağazası. Eiffel Parfüm. Davay, hazır ol, başlayaq yola. Ne oldu? Ay, sağ demişəm, o tövlənin ağzını bağlı saxla da, heyvanları bura bıraxma da. Bütün yavru olduq. Ay kişi, ay kağızla elə lapatka var burada. Bura dünya şöhrətli ulduzlar gəlir, ayıfdır. Eləmə belə şeylər. Bıy. Şöşü, Hə. bir bana oradan bıçaqdan zatdan üstündə varsa verginin sorsun lazımdır. Deyim sənə bıçağı. Burada kimsə kameranın üstünə saqqız yapışdırıb çıxarda bilmirəm, mən. Ay, kim yapışdıracaq saqqızı? Keymət, sana demişəm ki, uşaqları studiyaya buraxma, qadan alım, buraxma. Ay, bura oynamaq yeri deyil, bura studiyadır. O boyda həyat var. Mən ölüm, başladıq çox danışasan sən belə. Həyata bura oynasınlar. 4, bir dənə ulupqa elə ulupqa. Ay, simpatiyaqa sənsən. 5, 4, 3, 2, getdik, vəsiyo. Salam, axşamınız xeyir, şou efirdədir. Sizinlə mən Şöşü Daşbulaqlı və Keymət Daşbulaqlıdır. Bu xoruz rejimini dəyişmir. Uşaqlar o qədər xoruzu atdı, tutdu, başı gedib xoruzu. Ay Keymət, xoruz rejimini dəyişəcək də, gecə ilə gündüzü qarışdırıbdır. Sən onu arada bir havaya çıxart, qoy görsün dana gündüz nə vaxtı. Xoruz demişkən, eşitsən, bir dənə problemimiz var, bilmirəm, əsəbləşəsən. Nə olur? Bu qoyun yoxdur, arada ona bir otdan zatdan verir, ayıp da kişi. Qoyun gecə az qarnına saat gecə durub, gedib bütün toyuğun yumurtlarını yiyir. Qoy yeyvon çıxar toplasın. Все, davay reki ver, nastroyenimi qaratma, başlayaq. Bütün tamaşaçılardan özür istəyirik. Canlı yayımdır, hər şey ola bilər. Şouşuya baxırsınız. Sizinlə efirdə mən Şöşü Daşbulaqlı və Keymət Daşbulaqlıdır. Şəhərimizin prestij bir yerlərində toyda olan sənətçi musiqiçiləri bəyin atası və əmsi tərəfindən eşşək kimi döyülmüşdülər. Və studiyamıza olan şikayətdən sonra xüsusi müxbirimiz Şüfə Daşbulaqlı hadisə yerinə gedib və hadisə yerindən canlı bu barədə. Buyurun baxın. Salam, xoş gördük. Şouşuya baxırsınız. Mən hal-hazırda hadisə yerindəyəm. Şikayətçilərimiz Natavan qrupunun musiqiçiləridir. Niyə bir abırə, bilmirsən televiziya gəlir? Necə nəysə? Bir dəqiqə sən darıxma, qoy qutarsını sən çıxardın. Bir dəqiqə, zəhmət olmasa bir-bir danışın. Birinci özünüzü təqdim edin. Danışaq da bir-bir danışaq, bir. Adım Natavan. Qahanda. Zəmanətdən. Natavan bəy, birinci sizdən başlayaq. Buyurun, şikayətiniz nədəndir? Şikayət nədən olacaq? Bax, mən 30 illik klarnet ifadəsiyəm. 30 il. Getmədiyim məclislər, xeyir işlər qalmır. Bir sözdən oturmadığım ocaq başı qalmır. Bu binada yaşayan Məmməd Əli müəllimin oğlunun toyunu biz salmışıq. Günün bu gününə ki pulumu ala bilmirəm. Bu bir. Ay xanım, danışım mən nətər olur. Məsələn, toy günü çala-çala qalxır pilləkənlərlə yuxarı. Evə çatanda qayıtdı ki, evə girməyin. Yəqin vəsə görə zada deyib də, bilmirəm nəyə görə deyib. Dönə çöldə başladım çalmaq, klarnetin səsi də getmir axı içəri. Mən də məcbur olub qapının arasından klarneti saldım içəri. İçəri salıb çalıram. Bəs ki, bəyin qardaşı utanmaz, gəl bura bir kasa mərci spun boşaq klarnetin içində. Bu 2. Bir dəqiqə gözləyin. Zəhmət olmasa qardaş, buyurun. İndi siz danışın. Şikayətiniz nədəndir? Bir də salam verəcəm. Mən özüm santexnik ustasıyam. Eşəyli santexnik ustasıyam. Natavan müəllimə dəvət etdi ki, gəl bizim dəstədə çalışqın ha. Bir nağara da aldı verdi mənə. Mən də gəldim, başladım nağara ifa eləməyə burada. Hələ həmən toya getmişdik ki, nağara ağır olduğuna görə qoydum yerə başladım ifa eləməyə. Bəyin qardaşı gəlcin ha, bəyin qardaşı. Bəyin qardaşı gəlcin, nağara keçin mənim başıma. Düz bir ay krelka qoymuşam başıma. Ay xanım, cəmaatın xoş gördük. Gəldik ansamblımızla bir yerdə cəmaatın evinə. Qarmonu təzə çalmağa başlamaq istəyirdim ki, vağzalını. Bəs ki, bəyin qardaşı gəldi, neynəsə yaxşıdır. Aldı qarmonu mənim əlimdən, isti atapleni verdi mənim əlimə. Sən ayetim. Elə çalmağa başlamaq istəyirdim ki, gördüm dilləri yoxdur. Dedim, qardaş, belə çalmaq mümkün deyil. Deyir, mənə dəxli yoxdur. Haradan səsi çıxardırsan, çıxar. Bir dəqiqə deyən, səs gəl, bir dəqiqə deyən. Ay xanım, ay qardaş, mənə diqqətlə qulaq asın. Nəsə, çala-çala düşdü aşağı. Bəy gəlin mindik xarici maşınlara, kartej çıxdı getdi. Hamısı getdi. Qalmışıq yolun ortasında. Deyir, amma biz harda oturaq? Bəyin atası get-ha-getdə mənə deyən ki, qalxın zildə oturun. Gül, darıxın. Qalxın zildə oturun. Amma mən boyda adam, neçə ilin sənətkarı, mən zildə nətər oturum? Güc bəla ilə kömək edirlər, qalxdıq zilə. İndi yol gedirik, oturmağa yeri yoxdur. Bu mağarasını qoydu oturdu. Bu qarmonun qoydu oturdu. Yaxşı, mən harada oturum, hə? Səndən soruşum, mən neyniyim? Neyniyim, mənə başa sal, neyniyim? Sən bir dəqiqə deyən, sən bir dəqiqə deyən. Sən indi biz ona görə şikayətimizi zeyləyirik ki, bizim pulumuzu versinlər, pulumuzu. Bir dəqiqə deyən, pul bir də darıxma. Ay xanım, gəldik Şadlıq evinin qabağına. Nəsə dayanmışıq belə sonra, üçümüz də sonra qəşəng geymişik, dəstənin paltarı ilə.
Bəyin qardaşı, bəyin atası üzr istəyirəm. Gəldilər ki, davay vağzalı. Mənim 50 yaşım var, 30 ildir mən sənətdəyim. Davay vağzalı nədir? Dedim, bunlara ki, indi müəllim yoxdur. Ondan əvəz eləyir. Bunu çalmağa başlamışdım. Bəyin atası gəl kəllə ilə. Dans qoy klarnetin burasından. Düz buraydı da, ha? Bura qədər. Bura kimi girdi qarnım. Ölürəm mədəmin ağrı. İndi bizim 12 manatımızı versinlər. Bəs ay sor, bizim bütün şahsız Bizim o bunlar. 12 manatımızı versinlər. Çatdırmalılar, çatdırmalılar. Ha, buyur. Əminəm ki, sizin şikayətlərinizə tez bir zamanda lazımi qurumlar baxacaqlar. Ekskluziv olaraq Natəvan qrupunun ifasını eşidək. Ha, bu ağrıyır, mən bu nətər çaldım. Burada çalaq. Başla. Ay şu rekte efirdəsən, nə qarsan sən? Hardayım? Keymət. Ay, sağ min dəfə demişəm ki, ay kişi, studiyadan sujetə qaydanda mən xəbər elə də, cahamatın yanında məni niyə biabr edirsən? Ay qardaşım, fit çalıram, eşitmirsən sən? Ay, mən də elə bilirəm ki, sən mənim oynamağıma fit çalırsan, biabr oldum camaatın qarşısında, bütün tamaşaçılardan üzr istəyirəm. Bir də, ay, bir dənə saxla ot kameranı. Sən de görüm, Röya gəlməliydi studiyamıza mahnı oxumağa, nə oldu Röya? Qardaş, Röya gəldi, getdi. Niyə getdi, hə? Röya uzun paltar geymişdi, çerez tövlə studiyaya gələndə qardaş. Hə. Paltar ilişdi keçinin buynuzuna, paltar oldu cırıq-cırıq. Röya nətər istəndirsə, kabloku da keçiyə nətər qoydusa, keçi it kimi hürməyə başladı. Hə. Mənə də söydü, sən də söydü, çıxdı getdi. Yaxşı, sən başa düşdün, mən niyə söydü ki? Ha qardaş, biz qohum döyülük. Hə. Nəslimizi söydü, elə bil daş bulaqlı yoxdur, daş bulaqlı. Ona bir kruk vurdu belə, getdi Röya. Məni biabr eləyəsən, daya bilsən. Neysə, sağ demişəm ki, elə tanınmış müğənniləri çerez tövlə gətirmə. Olmaz. Şöyle, reklam mən başlayayım. Şöyle, davay. Hazırsan? Növbəti süjetimiz gözəl bir ailə haqqındadır. Deməli, bu ailə etdiyi eksperimentlə interneti dağıdır. Nəinki interneti, sosial şəbəkələri Keymət. Hətta qonşular arasında hayküyə səbəb olur. Ay, hayküy, hayküy. Və növbəti süjetimizdə bu hayküyü gəlin bir yerdə izləyək. Söp, izlə, getdi. Verdi, nə? Görürəm. Getmir o. Bu knopkada bu siqnal gəlib çatmalı, ora şu sən bir... Mən oxumuşam da bu zibilin içində, ya. Sən evdə olsaydın, görərdin ki, mən evdə boş oturmuram. İşdən gəlirsən, yeməyin hazır, içməyin hazır, neyin çatmır. Qab yumaqdan əllərim mazal olub, mən bu evə ata kimi gəlmişəm. Bildin? Cəmaatın da ərləri var da, altında qalin vagini, cürəbəcür maşınları. Neyin çatmır sən, nə? Şey qudurdun, hə? Mənəmi daş karıyla daş daşıyıram. Kimin nəsi var ki, işi var, gedirəm boş vaxtlarında onu eləyirəm. Gecələr yatmıram, mən ayıq sürücü çıxıram, nə var, siz yetimçələrin qarnını doydurmaq üçün. Bəs məni kim başa düşsün, hə? Anam gilə getməyə qoymursan. Telefonla danışıram, deyirsən ki, az danış telefonla. Qoymursan anam gili bura gəlsin. Hay tonla, gəlmişəm də arvadınam. Bir heç olmasa çayımı qoy, bir yeməyimi ver, bir üzün gülsün də, üzün gülsün. Məzahin də arvadı var da, hər gün gələndə buketlə gəlir evə. Evə girmək olmur gül əlindən. Hələ yayda Bodrum, Antalya, o restoran sənin, bu restoran mənim, gəzirlər özləri üçün. Dünənləri də gətirib bir dənə komplekt bağışlayıb. Demək sənin fikrin ancaq qızıldaymış ki. Belə olar da, günah səndə deyil, günah məndədir ki, sənin əlbə alıb vermiş amma bahalı telefonu bütün günü Instagramda yatırsan.
O müğənni, bu müğənni. O hara getdi, bu hara getdi. Səni qasırtdığım yerə belə daş düşərdi. Nə? Kül elə mənim başıma. Kül mənim başıma olsun ki, Nazirə girib bizə elçi gələndə getmədim. İndi altımda maşınım, evim, xan kimi yaşayırdım özüm üçün. Nə var? Qoşuldum, qaçdım buna. Kül başıma. Bravo, xoşun gəlmir, yıxşılaşıran basbayla, xarababa. Xeyr, elə şey yoxdur. Mənə deyiblər ki, sənin bu evə ancaq meydun gələ bilər. Bildin? Ala Suzi, ala bəsdir də, qurtarmadı sizin bu eksperiment. Bezdiyə sizin bu dırdırdan. Gəl də ala. Gəlirəm məzarı. Gəlirəm. Nerede hazırla? Tut parayı. Tut. Tabağı da ver bura. Kişiləşdin ha deyəsən. İç üzün çıxdı ortalığa. Davay keçirsən evə. Qabları da yuyursan. Paltarları da yuyursan. Evi də eləyirsən tərtəmiz. Başa düşdün? Bir gün kişi oldun, iç üzün çıxdı ya. Sabahdan oluram mən qaynana. Sən də olursan gəlin. Başa düşdün? Mən nəsə hiss edirəm, məndə qaynanalıq potensialı var. Davay yeri. Ay Keymet, deyirəm cahamatdakı həvəsə bax, deyir ki, arvad olum, sən də kişi, yerlərini dəyişiblər. Hələ bir utanmaz deyir ki, salaq mən qaynan olacağım, sən gəlin. Deyirəm, sən şagird ol, mən müəllim. Ağıllı kukulam mənim. Şaşır, deyən sizə sağ yaman təsir eləyir. Yox, yaxşı, yox, büzülürəm. Pah! Ay, Keymet, bizim nəsildə, kişilər nəslidir, bizim nəsildə 9-10 uşağı olmayan kişiyə belə yantörə baxırlar, yantörə. Buyurun, şu. Nə? Nətər? Bir dəqiqə üzr istəyirəm. Keymet, bu yantörə soruşur, o nətər Elə bil tərcümə ki, edir? kosa da belə, kosa. Əyri-müyrü. Qardaş, elə bil ki, kosa, dana, yəni belə yantörə dana əyri. Hə, oldu qardaş, sağ ol. Ay. Keymet, bu bizim danışığı hardan bilir, yoxsa reki veribsən sən? Ay Ayşə şu, bax, özün sonra deyirsən ki, gəldi studiyadan nəsə etdi. Mən gecədən kameranı yanıq qoyuram ki, tövlədə qoyun var, quzu var, toyuq var. Kimsə gəlib oğurluq zad eləməsin, qadan alım. Sənə bundan qabaq dedim ki, qaqa, studiyaya qaydanda mana denən. Ay Keymet, sən yenə Keymetliyin tutdu, məni biyavir eləmə dana tamaşasının içində. Bundan əvvəl də demişəm, ondan əvvəl də demişəm ki, ma xavar elə, sujet gedəndə, reki basanda ma denən, qardaş, mən işimi bilim da, niyə məni cahamatın yanında axşam biyavir eləyirsən axı? Olmadı ki, mən burada aparıcılıq edirəm, sən oradan ciu, bas knopkanı, vsyo. Danışın bacım, hə? Danışa bilərəm. Ala bir rəhmətli işin qoyun mən başlayayım da. Sən ölməyəsən. Deməli, vəziyyət necədir? Vəziyyət gərgündür, vəziyyət pisdir. Allah hamımızın ölüb-ölüsünə rəhmət eləsin, amma vəziyyət gərgündür. Biz görmüşük, adam ölər bunu, aparıb yuyarlar, kəfənliyərlər, götürüb gəlib bastırarlar, gəlib zakazı verərlər mənə. Biz də görmüşük ki, yazarlar ora familiya, ad, nə vaxt doğulub, nə vaxt ölüb. İndikilər nə istəyir? Bilirsən nə istəyir? Mənə gəlib deyir ki, mənim Instagram səhifəmi qur günə. Instagram səhifəsi də nə olsa yaxşıdır la, hə? Ağrısız, kesiksiz, lazer epiliyasız. Hala! Bu qəbri görən adam keçəndə bunun yanından deməyəcək, ay bu başdaşı düzəldən ölüb-ölüsünə Allah rəhmət eləsin. Deyəcək, vallahi hələ mənə deyir ki, hashtaglər qoy günə, mənə qəbrimin üstünə gələn çox olsun. Gəlib yerdən like'lar eləsinlər, sən o dünyada kimdir like eləyən ala? Hələ o günləri 3-4 dənə qız gəlib, mənə deyirlər ki, padruqamız barda rəhmətə gedib, onun üçün bir dənə iPhone-dan başdaşı düzəldə bilərsiniz. Hə, iPhone-dan başdaşı. Neçə olsun? 9 olsun, 7 olsun, X olsun, bəlkə XR olsun. Bax, razmer nəsə deyir. Biri gəlib deyir ki, atam rəhmətə gedib. Onun üçün bir dənə dəniz panoramalı yer düzəldə bilərsiniz. Üzü dənizə bastırar. Hə? Hala üzü dənizə bastırırıq biz onu. Nə dedim? Bunun da ağlımın nə qədərdir ki? Nə deyəcəm mən ona? Mən ona dedim ki, bir dənə təpədə yerimiz var. Onu da saxlamışam özüm üçün, atam. Mən də öləcəm də. Hamı öləcək. Düzdür? Hamı öləcək. Biri gəlməyə deyir ki, atam üçün. Bağışlayın, narahat edirəm, çəkilişkədir, atam. Maşını pis yerdə saxlamışam. Mübarəkdir. Siparişimi verib çıxıb gedirəm. Getdim. Hə. Mən Allah önlərimizə rəhmət eləsin. Allah ölüb rəhmət eləsin. Atam rəhmətə gedir. Hə. Deməli, bir dənə başdaş istəyirəm atam üçün. Belə qapı formasında olsun qəbir, qapı formasında. Qapısı da açıq olsun. Petləsi, özün bilirsən də hamısı bütün qapısı. Zama konusundan qoy, nə metr qoya? Bax da necə məsələdir? Nə məsələdir? Nə edirsən sən açıq qapını? Deməli, Allah önlərimizə rəhmət Allah ölüb rəhmət eləsin. Rəhmətli atam
həmişə elə oğlan olub ki, onun qapısı hamının üzünə açıq olur. Həli. Özü də rəhmətə gedəndə Allahın nəvzə rəhmət etsin. Mənə dedi ki, son vəsiyyəti oldu ki, mənə qəbrimi açıq qapı formasında elə. Atam, mən səni başa düşdüm. Çünki bax üstümə gələndən qoy həmişə görsünlər ki, mənim qapım hamının üzünə Atam, açıq. mən səni başa düşdüm. Bir həftəyə. Get bir həftəyə gəl yine qapı hazırdır. Gəl qapını götür. Qapını götür neydi? Allah gəl başda şey bax dinən Allah. Get. Allah atonun qapısını açıq eləsin. Allah atonun qapısı açıq eləsin. Gördün? Bax mən gör nə təkirəm abacı. Bildin mən nə təkirəm burada. Oyun biri gəlib mənə deyir ki, mənim qəbrimi liftlə düzə. Knopkaya basayıq. Düşək aşağı. Çin yanında ağlayaq, özümüzü zıraq dağı. Sonra knopkaya basaq, qalxaq yuxarı, liftlə tezdən çıxa gedək evimizə, eşimizə. Biri mənə deyir ki, baş daşını elə düzəltdir ki, belə-belə eləyəndə böyüsün. iPhone-dur bu belə-belə eləyək böyüsün. Biri deyir atam üçün laf story düzəltdir. Allah sana torlav eləmirsən onu story eləyək. Mazgilərimi xərab eləyiblər mən. Neysə! Hala o gün liftli başdaşı düzəltdiyim başdaşda lift xarab olub cama qalıb içində. Sən axtarın. Mən dedim dala o dünyaya gedən qayıtmır. Mən dedim dala liftsiz eləyim bunu. Aa! Bu kişinin şəklini qoyun yerinə bilək kimi düzəldirik biz. Mən bir dənə o lifti əlinlə eləyim gələm. Bacım uzağa getmir. Efir. Ayşəşü. Ayşəşü hardasan? Efir gedir ay kişi. Vay nə? Keymət. Sonra deyirsən ki, keymət belə, keymət elə qardaşım. Deyirəm efir sən yoxsan. Keymət, mən bircə dəfə bu studiyadan qırağa çıxdım, onda da sən düz əməlli efir dedin. Bayaqdan səs gəlir damdan. Dedim görüm nə səs. Dana getdim gördüm ki, eşək malın yerində yatıb, mal da onu buynuzlayır ki, dur cəhənnəm ol, ged öz yerində yat. Şöşü, Haycan. bu Berlin kimi, Folk Sport kimi samballı bir iki dənə sponsor gəlsə, məsləhət görürəm tövlədən qıraqda əməlli başlı bir dənə studiya etdikək, partladaq da qadan al. Stati Keymət, arada səndən düz əməlli sözlər də çıxır, adam belə qıvraqlaşır. Sponsor demişkən bizim baş sponsor olan Berlin Alman malları mağazalar şəbəkəsində güclü endirimlər, super kampanyalar var. Hamınızı ora getməyə məsləhət görürəm. Oyun getmişdim Berlinə. Bəs səptinə ki, səpəliyirsən sən də yalandan belə sözləri. Ay Ne kişi oldu sən ha vaxt Berlinə getdin. Berlinə yol samolyotla qadan 3-4 gündür. Berlinə uçmaq zad lazım deyil. Berlini yaxşı olanlar gətiribdi Azərbaycana. Bütün Alman malları girirsən Berlin dükanına, ürəyin nə istəyir, əlini atırsan alırsan. Qıstaçı özdə çox keyfiyyətli mallardır, məsləhətlidir. Bəs Folk Sport nədir Ayşəşü? Pahoy, Volk Sport can sağlığı uzun ömür deməkdir. Deməli Keymət, Volk Sport idman malları dükanında dünyanın ən brend idman mallarını, ürəyin istəyən idman malını əldə eləyə bilərsən. Volk Sport'a getmişəm o gün, girmişəm içəri. Bir dənə belə qurğu var, dedim elə bunu alım çünki indi idman getməyə vaxt olmur da. Abi işlər, güclər, ora bura. Özü də hər gün deyirəm ki, sabahdan qaqan sportla məşğul olacaq. Daha sportla məşğul ola bilmirəm deyən özümü verdim Volk Sport mağazininə. Girdim bir dənə belə uzun dəmir qurğu aldım, gördüm ki, bu nədir? Onun da üstündə belə bir şey var, belə ayağının altı gedir dana, yer qasır. Yəni indi cahamat deyəcək ki, bu sponsoru tərifləyir, Şöşü sözünə düz adam deyil, Şöşü sözünü dedisə eləyəcək. Ən salamatı, gəlin növbəti sujetimizdə sponsor haqqında reklama baxaq. Şəbəkəsi. Sümüqər müəllim düz Volk Sport'un içindəyəm. İdman geyimləri hardadır? Sümüqər müəllim Adidas, Bogner, Nike, Reebok, bütün sportivlilərdən var. Bir dənə bunu paket elə. Sportivli sumka var, aranjıvı. Bir dənə bunu paket elə. 41, 42, 43 razmiyet. Bütün rəhnövdə var. 3 dənə 41, 42, 43. Şortiklər. Müəllim elə şortik burada olur da. Bir dənə bunu paket edeyim. Bəh, müəllim belə trenajörlər cürbəcür. Bir dənə bundan. Götürək müəllim. Yaz, bir dənə ondan yaz. Kanat var, bu kanatdan yaz. Müəllim Beqavoy Davoşkanın bütün nəslindən var burada.
2 dənə bundan yaz. Müəllim top götürmüşəm, biraz ağırdır. Hə, yaz. Sponsor Volk Sport idman avadanlıqları və geyimləri. Növbəti sponsorumuz Eiffel parfumdur. Eiffel parfum öz qalıcılığı və keyfiyyəti ilə seçilən ətirlərdən biridir. 400 növdən çox çeşid olan Eiffel ətirlərini Azərbaycanın istənilən nöqtəsindən cəmi cümlətəni 10 manata əldə edə bilərsiniz. 10 manat verin, ən brend mal ətirləri vurun, qalıcılığı da çoxdur, istifadə edin. Bunun hamısı bizim sponsor olan Eiffel parfumda. Əgər nə istəyirsən, bəsdir də qoy, görürsən sponsoru burada tərifləyirəm. Mənim dadım ki. Yaxşı da deyəcəm, get oyanda oyna, get. Çox üzr istəyirəm, bu balaca şöşüdür. Harada qaldım? Hə, Eiffel parfum buradan salamlayırıq və hamınıza o parfumdan istifadə eləməyi məsləhət görürük. Sponsor Eiffel parfum mağazalar şəbəkəsi. Nə? Gəl bir qısmat çörək ye, gəl. Ay, nə çörək, efirdə sana kişisən, canlı yayımda. Harada? Göyərtini də yığışdırdı. Keymə. Sana min dəfə demişəm ki, efirdən qaydanda mən xavar elə, biyavır oldum cəmaatın yanında. Mən burada sərdən göz qaş eləyirəm sənə, eşitmirsən ha kişi. O qədər göz qaş elədim, ağzım burnum əyildi. Sabah getməliyəm, indi kosmetoloqa. Hara getməlisən Keymət? Sən daş bulaqlı nəsin? Kosmetoloq nədir? Qudurdun nə? Sən uca qudurdun nə? Gəlmə, ala. Ala. Əlin nə ağır? Aldın mı payını? Of, Keymət. Əlin elə bir betondan yığılıb, nə ağır əlin var sənin. Sən öl Keymət, sən UFC-yə zada getsən, Conor'du, Monor'du nədir, siliyərsən onu. Gələn il qardaşın gedir də, biləsən. Sən öl elə bir kamazla avariyaya düşdün. Axşamınız bir daha xeyir olsun, Şoşu efirdədir. Sizinlə mən Şoşu Daşbulaqlı və Keymət Daşbulaqlıdır. Növbəti süjetimizdə oğurluq hadisəsi baş verir. Oğurluq eləyən şəxsin yanından Salamat Daşbulaqlı xüsusi müxbirimiz canlı Şoşu'da növbəti süjetimizdə. Buyurun baxın. Danışın görün necə oldu ki, siz bu maşını qaçırtdınız. Deməli rəisəvə gedirdi. Yolda da probka zad yox idi. Birdən gözüm bu maşına sataşdı. Neynədiniz? Demək qabağında bir dənə qalik durmuşdu. Belə keçdim onun arxasına. Gördüm polun yeri var da rahat çıxa bilərəm. Belə yaxınlaşdım maşına, əlimi atdım ki, qapısı açıqdır. Bəs deyə Qalinvager markalı avtomobili yox, məhz bu maşını qaçırtdınız. Rəis açıq ürəyimdən keçdi, amma o 130 litr benzin yandırır. Mən də kasıb oğlanam. O benzin çatdıra bilməyəcəyimi bilərəkdən elə dedim onu vurdum da. Düzdür. Göstərin görüm nə ilə başladınız. Elə açdım ki, qapısı belə açıqdır. Elə keçdim Sol oturdum. əldən açdınız? Bəli. Rəis keçdim oturdum, elə arxa şüşələrdə də pərdə var idi. Elə oturan kimi birinci pərdələri çıxardım. Niyə görə pərdələri açdınız? Niyə görə deyəndə ki, noyabrın 15-ində ləğv elədiklərinə görə mən də çıxartdım. Yaxşı, sonra neynədiniz? Sonra bir dənə qız keçdi. Elə düşdüm belə, əlimi qoydum maşına, başladım qıza söz atmağa. Qıza söz atanda nə istər keçirdiniz? Belə quru deyə bilmərəm. Zəhmət olmasa bir dənə müxbir qardaşımız keçsin qız kimi. Mən dəqiq göstərim. Nə? Bəli. Zəhmət olmasa bir qız kimi keçərdiniz, göstərərdiniz. Belə keçdi. Az Ceylan. Gəl otur aparım hoppalara. Rəis elə belə keçdi qabaq tərəfdən. Buyurun, göstərin. Gəlin zəhmət olmasa. Açdım, keçdi oturdu qabaqda. Burada belə oturdu. Bəli, sonra yufkasının zadını düzəltdi rəis. Yufkasını necə düzəltdi? Zəhmət olmasa bir dənə göstərərdiniz. Ay sağ ol, bax belə idi rəis. Bəs yufkasını düzəldəndə siz nə edirdiniz? Mən heç elə örtdüm qapını, keçdim rol tərəfə. Göstərin. Rəis elə mən də keçdim oturdum belə rol tərəfdə. Qolumu çıxardım pəncərədə. Qolunuzu belə çıxartmışdınız. Bəli, rəis, bəli. Sonra nə ediniz? Gördüm açar üstündədir. Belə duran kimi xoddandı. Sonra nə ediniz? Belə dəqiqliklə göstərir. Bəli, dəqiqliklə. Çünki sizin danışdığınız hər bir düzgün olmayan söhbət sizə qarşı işləyəcək. Düzgün deyirsə düzgün göstərim. Rəis belə atdım deyə. Sonra? Sonra da belə Rusnovu buraxdı. Sonra nə ediniz? Sonra da belə də rəis. Oy, Keymə. Hadi. Oy, bu sujet gedə yenə deyəsən maşını uğurladı. Qardaş, oğru nətər olmalıdır? Oğru elə budur da, belə olur da səndə. Oğru cəhənnəm, maşın cəhənnəm, içində Salamat da getdi. Biyavır olduq, Gedər başını oyunca da sat, biyavır olarıq. Günah Salamatdadır ki, gedib onun bunun maşını otur. Jurnalistsən, jurnalistliyi elə də. Qız kimi büzülürsən orada. İndi elə çıxır ki, fit çalanda sönüb baxatsan. Bu nədir? Qoy zəng eləyim deyən görüm. Alo. Salamat. Salamatsan? Hardasan sən? Nə? Bu nə danışır? Bu deyir ki, restoranda oturmuşuq, yemək yeyirik. Söz qardaş, bu Salamatda da salamatlıq qalmayacaq. Mən sənə söz deyim. Salamat, ağlını yığ başına. Ağlını yığ başına, qayıt studiyaya. Bizi biyavır eləmə kişi.
Sen ölməni cin atına mindirmə. Ayşə. Sana 5 dəqiqə vaxt verirəm. Gəl efirə. Baxın sən. Davay, hazırlaş motoru. 5, 6, İngilis kurslarına gedəndən sonra təmiz qarışdırmış adilər. 5, 4, 3, 2, 1, getdik. Axşamınız xeyir, şouşuya baxırsınız. Yenidən studiyadayıq. Növbəti sujetimiz elə öz kəndçimiz Alimat İzadlıdandır. Lap yaxın desək, bizim uzaq qohumumuz Məhəmməd kişinin oğlu Alimat İzadlı 30 ilə yaxın icad elədiyi bir məhluldan danışacağıq. Bu məhlul nə qarır? Bu məhlul insanı 40 il cavanlaşdırır. 40 il. Yəni onu içirsən, əgər 70 yaşın varsa, reski dönüb olursan 30 yaş. Və şouşuda ekskluziv olaraq Alimat İzadlı'nın laboratoriyasından canlı növbəti sujetimizdə. Yaxın əyləşin, buyurun baxaq. Sujeti burax getsin ki. Sujeti buraxdım getdi. Çox üzr istəyirəm. Bura laboratoriyadan çox mətbəx oxşuyur. Çox üzr istəyirəm. Həqiqi laboratoriyadır bura? Bəli, bura həqiqi laboratoriya deyil, bura mətbəxdir. Sadəcə olaraq maddələrin sirrini verməmək üçün özümüz belə bir məkan seçmişik. Məhz sizə görə. Çox gözəl, yaxşı, aydındır. Şo, başlayaq. Hal-hazırda şouşuya baxırsınız. Dərraqə Məhlulunun laboratoriyasından ekskluziv olaraq biz cavanlıq eliksirini dadacağıq. Xoş gördük. Xoş gördük, xoş gəlmişsiniz. Hər birinizə salamlayıram Şouşu TV tamaşaçılarını. Mən sizə 30 il üzərində işlədiyim bir məhlulu təqdim eləyəcəm. Və xatırladım ki, 70 il bundan qabaq bu xanımla bir yerdə biz bu laboratoriyada bu məhlulu kəşf eləmişik. İnanıram ki... Çox üzr istəyirəm, bəs sizin neçə yaşınız var ki? Göründüyü kimi mənim 325 yaşım, bu xanımınsa 174 yaşı var. Bəli, sizə gülməli gələ bilər, amma doğrudan da belədir. Üzr istəyirəm. Bu məhlulu mən hazırlamamışdan qabaq birinci növbədə bu xanıma, Nazilə xanıma rəva bildim, içdi, gördüm ki, cavanlaşdı. Ondan sonra da özüm başladım içməyə. Baxın, nəticələr göz qabağındadır. Yəni deyirsiniz ki, bu məhlullarla siz nələrsə edirsiniz? Bəli, burada bir çox məhlullarımız var, müəllim. Bax, gördüyünüz kimi bu məhlulu içən insan avtomatik olaraq onun səsi açılır. Başlayır boğazları açılmağa, oxumağa, xanəndə, dünyanın bütün musiqiçilərin mahnısını oxumağa başlayır. Yəni deyirsiniz ki, mən bu məhlulu içsəm, mən musiqi oxuyacam? Əlbəttə ki, bir dadın baxın. Yoxlayarıq. Belki de dilimden bu şarkı düşmez. Dilim söylese de gönlüm hissetmez. Bir sen bir de benim için fark etmez. Bir tek dileğim var, mutlu ol yeter. Eşitdin səsi, eşitdin gözəlliyi. Çox üzr istəyirəm. Mənə nə oldu? Çox üzr istəyirəm. Bir də sən necə zəngürlə vururdun burada. Bir də sən necə gözəl oxuyurdun. Üzr istəyirəm, bu sadəcə olaraq türk mahnıları üçün olan məhluldur. Ona görə belə oxudum. Hə müəllim, bizim növbəti məhlulumuza keçək. Bax, gördüyünüz bu məhlul, bunu içən adam avtomatik olaraq könül olur heyvan. Başlayır heyvan kimi yemək yemir, heyvan kimi davranmağa. Hətta heyvanların dilin bilir. Çox gözəl. Bəli. Mən indi istəyirəm keçək əsas məsələyə. Bəli. Şoşu tamaşaçıları üçün söz verdiyim üçün Şoşu tamaşaçıların nəzərinə çatdırım ki, mən indi cavanlıq eliksirini sizin gözünüz qarşısında hazırlayacağam. Diqqətiniz bizdə olsun, bizdən ayrılmayın. Yaxşımı? Buyurun, hazır. Əməlli başlayın. Bunun üçün bizə lazım olan avadanlıqlar. Kalsiyum haşşo, magnium və silsium, maltəzəyi, evdə qalmış qızın kipriyi, təmiz kartoşka, təmizləyərdim də. Bunu qaçışdırandan sonra məhlulumuz hazırdır. Və budur, bizim alim öz məhlulunu hazırladı. Artıq hazırdır məhlulumuz, müəllim. Bütün tamaşaçılar baxa bilər, gözəlliyi, cavanlaşdırılmış eliksir. Buyur, için dadına baxın. İlk dəfə olaraq şouşuda cavanlıq eliksiri qalacaq. Neynədin Nazilə? Sənə demədim keçik qığı yox, mal təzəyi lazımdır. Hə?
Budur Ertarkan. Sığmayaydı kanatlarım kuş yerine ben olaydım yarım yarım başımız üstünde Ay Keymet bu mahnı neçə dəqiqədir aç. Sözün açığı 42 dəqiqə var da orada. Ay ne 42 dəqiqə titrları bırak, titri bırak aç kişi. Söz yaxşı getdi. Bana bir bakınız haydi Muhammed çekisi bilir asi Beni Muhammed Ali gibi gelir asi Bana bak beni gör bir de ölme asi Sesim hep duyulur tepeden bariton